Bunda sevgi problemi var, acılığı var. Buna qayğı ilə yanaşma olsa və biraz özünü düzəltər, sağlamla bu mütləq baş verir. Belə insanlar, indi bu xanım əlində də ailə qurmada problem yaşayırlar. Hətta ailədə belə küskün olurlar, çılğın, ağlağan olurlar, adaptasiya gec gedir. Əgərsə o mərhələdə həyat yoldaşı lap sərt olursa, belə qısqanc olsa, qaynana biraz tutaq ki, ya baldızı biraz təzyiq göstərsələr, bunlar dözmürlər. Bunlar həddən artıq psixikalarında dəyişiklik edə bilər. Hətta şuurunda belə dəyişiklik edə bilər. Ona görə bunlara qayğı ilə yanaşmaq və məsələn mən məsləhət görürəm ki, tutaq ki, psixoloqlarda və yaxud da bir sıra mütəxəssislərin yanında, lap tutaq ki, həkimlərin, nevropatoloqların yanında müəyyən bir vaxt keçirsinlər, səyahətlərə yol versinlər. Yəni onlarla qayğı formasında rəftarlar etsinlər. Elə bir işlə təmin etsinlər ki, uşaqlarına. Deməli, orada həm gəzinti olsun, həm iş olsun, mütləq həyat tərzinə fikir verməlilər. Belə insanlar gəzməyə, yerişlərə mütləq fikir verməlidir. İdman zallarına getməlidir, yoga ilə məşğul olmalıdır. Cürbəcür təlimlərlə, məsələn, mütəmadi məşğul olmalıdırlar. Və amma ana bətnində ona vnutrovni isvuq deyirlər. Əgər travma alıbsa uşaq, 10 yaşına qədər çox rahat onu götürmək olur. 10 yaşına qədər o rahat xilas azad ola bilir və gələcəyində müsbət izlər buraxır. Yox, əgərsə 13 yaşdan sonra, 14 yaşdan sonradırsa, qızlarda indi belə xəstələnmə halları baş verə bilir. Oğlanlar da cinsi oyanma artıq keçir onların qanına və sümüyünə keçir və sərtləşmə gedir. Və valideynlər hiss edir ki, görürlər ki, 15, 16, 17 yaşlar bu uşaq elə bir ki, həmən uşaq deyil. Sanki aqressiyası artdı, cavab qaytarır, evdən qaçır, yola getmir. Məsələn, ola bilsin ki, hətta pis uşaqları da qurşana bilər. Yəni, bu o rolu oynaya bilir orada. Deməli, artıq bu problemdir. Əlavə problemdir. Və gec çıxır ondan. Əgərsə biz hətta tutaq ki, məşğul olsaq belə həmən ana bətni daxili diksinməni götürmək, o çox gec çıxır ondan. Aydındır. Bir xeyli vaxt var. Bəs bu indi xanımı əlinin üstü bizə bunları deyir. Əlinin içi, o içidir də, xanımın əlinin içi. Yox, bu başqadır. Bu kişi əlidir. O kişi əlidir. Bu kişi əlidir. Sadəcə olaraq bu düşüb şəkildə mən bunu ona görə izah etdim.